Hal-hazırda Qaşqa Günəyə çatmaq üzrəyəm. Zənn edirəm ki, təxminən bizim 500 metr məsafəmiz qalıb. Qaşqa Günəydən isə sağ tərəfə dəflərə gedəcək. Son birinci ildə yaylaqda olmuşuq, heyvanlarımızı o ərazidə saxlamışıq. Qaşqa Günəyin alt tərəfində gavlıqdayıq. Gav daşlıq olan Elat yoluna deyirik. Keçilməz yerlərdir. Buradan 35 il öncə atın üzərində həmin dəflərə getmişəm. Gavın altındayıq. Burada yağış bizi tutubdu. Biz 3 nəfər hazırda dəflər istiqamətində gedirik. Ruslan, necədir vəziyyət? Əla, super. Həmişə dağlarda, həmişə belə gözükür. Sən necəsən? Şükürlər olsun. Göygöl Milli Parkından fərqli olaraq Kosalar dağlarında Qaşqa Güney deyilən yerdə qarışqa koloniyaları öz yuvalarını onlar da topa şəkildə qursalar da, amma bu hissədə deməli yumuşaq otlardan bir təpəcik yaradıblar. Görürsüz nə qədər qarışqalar hərəkətdədir. Bu ərazilərdə olan qarışqa yuvalarının əksəriyyəti bax bu cürə deməli otluq topalar yaradıblar. Təbii ki, bu yuvanın torpağın dərinliklərində çoxlu sayda hücrələri, gizlin yerləri var. Çox maraqlıdır və kiçicik bir tərpədiş edərkən yüzlərcəsi hücuma tökülür. Baxırsınız, artıq əlimin üzərinə sancmaq üçün bir neçəsi çıxdı. Bunların burada çox gözəl və maraqlı bir həyatları var. Biz bu gözəlliyi bu dağlarda təbiətlə baş-başa qoyaraq yolumuza davam edirik. Bu dağlarda sanki bir ot xotmalarıdır, ot tayalarıdır, gözəlliklər. Həyəcan artmaqdadır. Dəflərin təxminən 250-300 metrindəyik. Dəflər deyilən yurdumuza gəlib çıxdıq. Bax, bu gördüyümüz açıq hissələrdə biz Elat kimi gəlib buralarda heyvanlarımızı saxlayardıq, yaylağa gələrdik. Yol boyu olan bütün çətinliklərə, yağışlara baxmayaraq bura gəlib çatdıq. Bu günləri hava olduqca dəyişkəndir. Həm yağışa düşdük, həm görürsünüz çox hündür dağlıq ərazilərə gəldik. Bu gözəl məqamı yaşadığımız üçün çox xoşbəxtik. Dəflərdə ilk bulağımızın, suyumuzun önünü açırıq. Bu yuxarı hissədən dəvə boynu deyilən yerdən axmaqda olan bu gözəl gül kimi suyumuzdur. Şükür bu günlərə. Gördüyümüz bax, köy bu düzlərdə çadırlar qurulurdu. Torpağına, daşına qurban olum ya Rəbbim. Sən çox böyüksən. 35 ildən sonra gəldik, gördük. Hal-hazırda dəvə boyuna qalxmışam. Bu dəvə boynu deyilən yer dəflərin biraz yuxarısındadır. Hansı ki boyunun dağların o birisi Şuşa və Qırqız istiqamətində, Laçın istiqamətində olan yerlərdir. Dəvə boynundan artıq tam yüksəkliyə qalxmışam. Buradan demək uzaq hissələrdə Laçının dağları, Kirs dağları görünməkdədir. Bax, bu çirnel rəngi gözəl gülün kosalarda, dəflərdə ağ rəngi də var.
möcüzələr, gözəlliklər. Bax elə buradadır, dəflərdədir. Qarabağ yaylası hal-hazırda təxminən 2800 metr yüksəklikdə olan Qırqız dağları silsiləsindən başlayır. Bu hissə isə durduğumuz yer Kosalar kəndinin yuxarısında olan dəflər deyilən yurt ərazisinin yuxarısıdır. Burada da təxminən ən hündür yer 2100 metrdir. Bura çox möhtəşəm və strateji bir nöqtədir. Bizim qarşı hissəmizdə aşağıda Xan kəndi görünür. Hal-hazırda hava bulutlu və dumanlıdır. Ondan aşağıda isə düz Ağdama qədər hava aydın olanda görə bilirik. Biraz belə sağa gəldikdə isə hal-hazırda Şuşa şəhərini görürük. O nəhəng kanyonun bir hissəsini görürük. Teleqüllənin yaxınlığını görürük. Bax bu buludlu, böyük silsilə meşəlik hissələri görürük. Qarşı hissəmizdə isə Kirs dağları görünməkdədir. Bir sözlə Qarabağ yaylasında Qarabağ silsiləsi möhtəşəm bir ərazidir.